Bir obyektin girişində nə baş verdiyini bilmirsənsə, orada təhlükəsizlikdən danışmaq olmaz. Risk içəri girəndə yox, girişdə qarşısı alınanda idarə olunur. Məhz buna görə metal aşkarlama sistemi sadəcə siqnal verən cihaz yox, axın idarə edən təhlükəsizlik qərarı olmalıdır. Bu yanaşma ilə Dahua ICD D718S modeli hazırlanıb. Yüksək axınlı girişlərdə metal risklərini sürətli, dəqiq və nəzarətli şəkildə idarə etmək üçün. Bu sistemdən keçən hər bir şəxs real vaxtda yoxlanılır. Təyin olunmuş hədd aşıldıqda səsli və vizual xəbərdarlıq dərhal aktivləşir. Axın dayanmaz, nəzarət zəifləməz. Bu cihazın əsas üstünlüyü idarə oluna bilən dəqiqlikdir. 10.000 səviyyəyə qədər həssaslıq ayarı hər obyekt üçün ayrı-ayrı təhlükəsizlik ssenarisi qurmağa imkan verir. Ön və arxa tərəfdə yerləşən 29 düymlü geniş ekranlar keçiş statusunu, şəxs sayını və siqnalları operator üçün bir baxışda oxunaqlı edir. Sistem bütün keçidləri, siqnalları və hadisələri avtomatik qeyd edir. 2 milyonadək məlumatın saxlanması və istənilən vaxt ixracı mümkündür. Daxili ağıllı kamera ilə metal aşkarlama vizual sübutla tamamlanır. Keçid izlənir, geri oynadılır və üz müqayisəsi aparılır. Əlavə sistemə ehtiyac olmadan. 300 minədək üz məlumatı, 10 fərqli üz bazası, tam cihaz üzərindən idarə etmə. Bütün bunlar elektromaqnit təhlükəsizlik standartlarına tam uyğun şəkildə işləyir. Beləliklə, bunu deyə bilərik ki, Dahua ICD D718S modeli sadəcə metal detektoru deyil. Bu, giriş nöqtələrini idarə edən, riskləri girişdə saxlayan və təhlükəsizliyi operativ qərara çevirən peşəkar təhlükəsizlik sistemidir.